Mən Aslanova Gülvar Əbil qızı Qafanın Qığı kəndinin havası, suyu ilə boya başa çatan o bəxtsiz Gülvaram. Cavanlığım taleyin rüzgarına qurban getdi, ay bala. Ömür gün yoldaşımı vaxtsız itirdim. Dünyanın ağır yükü tək mənim çiyinlərimə yükləndi. 1988-ci ildə yurdumuzdan didərgin düşəndə 11 balamı qoltuğuma vurub Bakı yollarına düşdüm. Evim qaldı, ocağım qaldı, hər daşında xatirəm qalan yurdum qaldı. Amma dərdim bununla bitmədi ki, 21 yaşlı Aslanov Elnurum gözümün nuru itkin düşdü. Ona şəhid adı verdilər, vətən sağ olsun dedilər. Amma mən nə balamın üzünü gördüm, nə də bədəninə bir kəfən bükə bildim. Üstəlik 2 cavan oğlumu da öz əllərimlə torpağa tapşırdım. Ana üçün baladan ağır yük varmışmı bu dünyada? Bax, bu qədər acıya, bu qədər göz yaşına dözmüşəm. Hələ də nəfəs alıram. Niyə bilirsinizmi? Çünki gözüm hələ də yollardadır, qulağım qapıdadır. Hər addım səsinə Elnurumdur deyib diksinirəm. Ay oğul, əgər şəhid olmusansa, anan səndən çox şey istəmir. Bircə ovuc torpaq istəyirəm. Bala sənin qəbrinin torpağına o torpağı qoxlayım. Bağrıma basım ki, ürəyimin alovu biraz sönsün. Bu dünyadan rahat köçüm. Əgər bu həsrətlə, bu nigarançılıqla gözlərimi yumsam, məzar daşıma bu sözləri həkk edin. O çıxıb getdi. Həsrəti yandırdı məni. Hər gecə feryad etdim. Fikri qəmi yıxdı məni. Bunlar mənim sizə son sözlərimdir. Ay balalarım, nəvələrim, nəticələrim. Siz var olun, sizin varlığınız mənim ruhumun təsəllisidir. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin. Allah sizi qorusun. Duman çəkib yollarımı görmürəm. Nə müddətdir danışmıram, gülmürəm. Getdiyin yer hər necədir bilmirəm. Yolun düşsə bu dünya yandı.